Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'dahu ve ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Son dersimizden sonra yine de bazı itirazlar, bazı iradlar, bazı söz-söhbetler her zaman olduğu gibi devam edir. Bu mevzuda sonuncu defa inşallah bazı şeyleri zikredeceğiz. Ondan sonra Allah'ın izniyle başka meseleleri inşallah işleyeceğiz. Gördüğünüz kitap Sahih İbn Huzeyme'dir. Görürsünüz. Bu Darut Tahsil yayın evinin çapıdır. Burada 519. sayfaya geleceğiz inşallah. Burada görürsünüz müellifi, kitabın müellifi yani İbn Huzeyme diyor ki Babu zikril haberil mübeyyini li lafzati el mucmeleti leti zekertuha. Diyor ki benim zikrettiğim haberin oradaki mücmel lafzi beyan eden haberin zikri babı. Vel beyanu ennen nebiyye sallallahu aleyhi ve selleme innema emara'l musalliye ila sutratin men'al marri beyne yedeyhi. Deyir ki ve həmçinin də Nəbi sallallahu aleyhi ve sellemin sütrəyə doğru namaz kılan kimsə, yalnız o kimsəyə ki o kimsə ki sütrəyə doğru namaz kılır, ona əmr etmiştir ve əbəhə ləhu muqatelətehu. Baxın, muqatelətehu. İdə sallə ilə sutratin. Yani namaz kılan kimsə sütrəyə doğru namaz kılırsa ona emr etmiştir ki önünden geçen kimsəni engellesin ve əbəhə ləhu muqatelətehu ve önünden geçen kimseyle dövüşmeyi, savaşmağı mübah etmiştir. Mənəvi filan bəsməkan bunlar yoktur. La ilə sallə ilə qeylə sutra. Sütrəyə doğru namaz kılmayana değil. Ve geçen söhbətimizdə oxuduğumuz hədisi oxuyur, hədisi zikr eləyir. Biz oradan oxumuşduq. Həddəthəni Abdülvarid İbn Abdüssamad, həddəthəni Əbi isnadını bilirsiniz. Və burada da görürsünüz ki, baxın, nə deyir? Deməli, adam önündən keçəndə deyir ki, فَضَرَبَهُ ضَرْبَةً فِي صَدْرِهِ. O, onun sinəsinə bir zərbə vurdu. ضَرَبَهُ ضَرْبَةً. Və bizə də yönəldirən etiraz budur ki, imam orada hədisə qarşı çıxmayıb, filan, bəsməkan. Hədis nə deyir? İdə sallə əhadukum ilə şeyin yəsturuhu fəzəhəbə əhədun yəmurru beynə yədəyhi fəlyəmnə'hu. Baxın, deyir, sizdən biriniz onun üçün sütür olan bir şeye doğru namaz kıldığı zaman bir kimsə onun önündən keçsə fəlyəmnə'hu. Ona mani olsun. Diğer rivayette de فَلْيَدْرَعْهُ مَسْتَطَاعَ. Güz şartı kadar onu def etsin. فَاِنْ اَبَى فَلْيُقَاتِلْهُ فَاِنَّمَا هُوَ şeytan. Eğer dirense onunla dövüşsün. O ancak bir şeytandır. Ne diyor İbn Huzeyme? اَبَاحَ لَهُ مُقَاتَلَتَهُ فَلْيُقَاتِلْهُ. فَلْيُقَاتِلْهُ'nun manası nedir? Mukatele, dövüşmek. Şimdi Azerbaycan'da Ərəb dilini bilmeyen birisinin, Kur'an sünnet dilini bilmeyen birisinin, usulü fik ilmini iddia edən birisinin fəhmi doğrudur. O da fəhm də deyil, o zaten uydurmadır da, yani fəhm deyirlər də onlar onu. Anlayış deyil ki biz anlamı onlar anlayırlar. Yani İbn Huzeyme fəl-yuqatilhudan nəyi anlayıb? Muqatelə. Dedim, baxın, lüğatı ki, muqatelə nə deməkdir? Əlini açıb belə Allaha dua edirsən ki, Allahım o mənim önündən keçməsin, yoxsa onu vurmaqdır. Nə deyir? Necə fəhm eləyib Əbu Səid? Fədarabahu darbatan fi sadrihi. Tətbiq eləyib sahabə. Mənə irad tutdular ki, mətni kəsmisən filan bəsməkan. Əbu Hənifə hədistəki fəlyəmna'hunu, fəliyədrahu məstata'a. Onu iqrar edir. Bu ikinci peyğəmbərdə axı. Bunu iqrar eləyir. Bunu isə inkar eləyir. Dəf etməyi, əngəl törətməyi, mani olmağı iqrar eləyir, amma deyir ki, mən bunu qadağan eləyirəm. Muhammed sallallahu aleyhi ve sellem deyir, fəl yuqatilhu, mən deyirəm, və lə yuqatilhu. Kim kəsir doğruyur? Kəsib doğramaq bunun harasındadır? Kim təsdiq edir? İslam ümmətinin fikrini formalaşdıran dediyin Əbu Hənifə
Resulullah sallallahu aleyhi ve sellem bu sözünü iqrar eləyib, bu sözünə qarşı çıxmaq haqqına sahibdirsə, sən də buna etiqad edirsənsə, kafirin öndə gedənsən. Yox, buna etiqad eləmirsənsə, nə danışırsan, nəyin etirazını eləyirsən? Resulullah sallallahu aleyhi ve sellem'in bir sözünü iqrar eləyib, o bir sözünə qarşı çıxmaq, fikri formalaşdırmaqdırsa, sən də batarsan, sənin fikrin də batsın. Nə fikdir bu? Nə deyir öncə? Fəlyəmnəhu, ona əngəl olsun. Fəin əbə fəlyuqatilhu. Birinci mərhələ budur, ikinci mərhələ budur. Birinci mərhələni iqrar eləyir sənin Peyğəmbərin Əbu Hənifə, ikinci mərhələni inkar eləyir. Biz də bu inkara qarşıyıq. Çünki bizim bir dənə Peyğəmbərimiz var, o da Muhammed sallallahu aleyhi və səlləmdir. Və səndən milyard dəfə daha elmli, imanlı, təqvalı, fəhimli olan Əbu Said el-Xudri radiyallahu anhu, Səad ibn Malik ibn Sinəm, nə eləyib? Fəhm eləyib, tətbiq eləyib. Fədarabəhu və darbatan fi sadrihi. Onun sinəsindən vurub. Vurub yerə sərib. Elə vurub ki, sərilib yerə. Hətta ağlayıb. Budur sizin fikriniz, budur sizin fəhminiz. İndi gəlin görək, ümmətin fikrini formalaşdırıb İmam-ı Azam deyə vəsf edilən Əbu Hənifənin məzhəbinə görə sahabənin durumu nədir? Bunu gördüğünüz zaman başa düşeceksiniz ki bu Cəhmirxani, Əbu Said el-Xudri kimi büyük bir sahabəni, fəqih sahabəni niye yok sayır, niye heçə sayır? Onun tətbiqini, onun əməlini yanlış görür, Əbu Hənifənin inkar etməsini doğru görür. Bunda görəcəksiniz. Çünki bu adamlar, mən dəfələrlə demişəm, bunlar şəhadət gətirəndə deməlidirlər ki, əşhədü ənnə fulanən Rasulullah. Şəhadət edirəm ki, filan kəs və ya filan kəslər Rasulullah. Onlar Muhammedən Rasulullahı yalan deyirlər. Doğru desəydilər, Muhammed sallallahu aleyhi ve sellemin əmrinə qarşı çıxan hər kəsin qarşısında olurdular. Baxın görəsiniz, nəyə görə bu cürətkarlığı kimdən öyrəniblər? Bəli, Əbu Hənifə o Cəhmirxaninin imamıdır. Mənim buna zərrə qədər şübhəm yoxdur. İmamı olduğu üçün belə müdafiə etməyə çalışır. Muhammed sallallahu aleyhi ve sellem onun imamı olsaydı bunu deməzdi. Baxın, bu Ravzatul Uləmə və Nushatul Fıdala kitabıdır, Hənəfilərin. El-Hüseyin İbn Yahya El-Zendevaysti El-Hənəfi El-Mütəvaffə sənət əsnəteyni və təmənini və tələsimiyyə Hicriyyə. Hicri 382-ci ildə vəfat etmiş Zendevaysti El-Hənəfinin kitabıdır bu kitab. İndi görün bu kitabda Əbu Hənifəni nə ilə vəsf edir? Əbu Hənifə nə deyib? Baxın bu kitabda, sonra deməyin ki başqa kitabdan oxuyursan, həmin kitabdır. Bu kitabda səhifə 561. Nədir bu? Əl-Bəbu Səbi'u və Tis'un. 97-ci bab fi fadlı sahabə. Sahabənin fəziləti babı. Baxaq görək sahabənin fəziləti var imiş Hənəfilərin qatında, yoxsa yox. İndi görəcəyik. Baxın burada zikr eləyir. Deyir ki hətta ruviyə an Əbi Hənifətə radiyallahu anhu ənəhu suilə fəqilə izə qultə və kitabullahi yuxalifu qavlək. Yəni, hətta Əbu Hənifə radiyallahu anhudan rivayət olunmuşdur ki, ondan soruşuldu və deyildi ki, bir söz desən, Allah'ın kitabı sənin sözündən müxalif olsa, nə edərsən? Qalə, ətruku qavli bi kitabillahi teala və qavlir Rasulü aleyhisselam. Dedi ki, bu öz sözümü Allah Teala'nın kitabı və onun Resulü Muhammed sallallahu aleyhi ve sellemin sözünə görə tərk eləyərəm. Və qilə, izə kənə qavlus sahabəti yuxalifu qavlək, qavlus sahabəti yuxalifu qavlək, əgər sahabənin sözü sənin sözünə müxalif olsa, qaləhum ricalun və nəhnu rical. Nə gözəl. Sələfin fəhmi, sələf, sahabə. Hum ricalun, nəhnu rical. Onlar da kişi, biz də kişi. Nə var ki burada? Thumma qala Əbu Hənifə. Sonra Əbu Hənifə dedi, ətruku qavli bi qavli sahabəti illə bi qabuli thələsətin minhum. Baxın, şərh eləyir Əbu Hənifə sözün. Şərh eləyir. Deyir ki, öz sözümü sahabənin sözünə görə tərk eləyirəm, ancaq onlardan 3 nəfərin qəbul etmə istisnadır. Kimmiş o 3 nəfər? Əbu Hüreyrə, Ənəs ibn Məlik, Samura ibn Cündub radiyallahu anh.
Üç nəfər sahabanın sözünü mən sözünü tək eləmərəm. Kimdir ki onlar? Bəsit insanlar da, Əbu Hüreyrə, Ənəs ibn Məlikdir, bir də Səmurə ibn Cündub. 5 də yəni, 3 nəfərdir, cəmi 5 nəfərdir. Bunların sözlə gərək sözümü tək eləmərəm. Səbəb nəymiş? Şimdi gəlin, məzhəbin alimi bunu şərh eləsin, qardaş. Görək, məzhəb alimləri bunu nətər şərh ediblər? Əbu Hənifə niyə belə deyib? Bu ümmətin fikrini formalaşdıran dahi imam, İmam-ı Azam nəyə görə bunu deyib? Gəlin, bu da fəqih Əl-Hindavani açıqlayacaq, qardaş. Heç narahat olmayın. Buyurun, baxın. Qâlel fəqihu Əbu Cəfərin Əl-Hindavani. Fəqih Əbu Cəfər Əl-Hindavani dedi. Hənəfilərin böyük alimlərinə də tərcümeyi halı burada var. Kitabımız var, o da zikr olunub. Fəqihdir, böyük alimdir. Şərh eləyir ki, Əbu Hənifə nəyə görə 3 nəfər sahabanın sözünü götürməyib? فَإِنَّمَا لَمْ يَتْرُكْ قَوْلَهُ بِفِعَالِ هَؤُلَاءِ الثَّلَاثَ. Baxın, ifadə هَؤُلَاءِ الثَّلَاثَ. Bu 3 nəfər var. Bunların sözdən görə, sözün təhkir eləmişsən nəyə görədir? İzah eləyir. لِأَنَّهُمْ مَتْعُونُونَ. Çünki onlar təyin olunmuş. Yəni, bizim dildə bunu çox da bizdə təyin eləmək deyəndə başa düşürlər. Birinə təyin eləməkdir. Amma mət'un sözü, yəni bu istilahda olanda, yəni cərh edilmiş deməkdir. Yəni, tu'inə fihi. Təyin edilib ona. Nə ilə təyin edilib, nə ilə ittiham edilib, onu da açıqlayacaq. Yəni, alim şərh eləyir. Bunlar ümmətin fikrini formalaşdırıblar. لِأَنَّهُمْ مَتْعُونُونَ. Çünki onlar təyin olunmuş kimsələrdir. Kim? Əbu Hüreyrə, Ənəs ibn Məlik, Səmurə ibn Cündub təyin olunmuş. Mət'undurlar bunlar. Mət'un. Əmmə Əbu Hüreyrə فَإِنَّهُ رَضَ عَنِ النَّبِيِّ عَلَيْهِ السَّلَامِ أَنَّهُ قَالَ مَنْ أَصْبَحَ جُنُبًا فَلَا صَوْمَ لَهُ. Əbu Hüreyrə gəldi. Əbu Hüreyrənin cərh olunmağı nəymiş səbəbi? Deyir, Nəbi sallallahu aleyhi ve sellem rivayət edib ki, o dedi ki, kim cünub olaraq sabahlayarsa, onun orucu yoxdur. Yəni, həmin yolu tutmayacaq. قالت عائشة رضي الله عنها أخطأ أبو هريرة كان نبي الله صلى الله عليه وسلم يصبح جنبا من غير احتلام ثم يتم صومه ذلك وذلك في رمضان. Ayşə radiyallahu anh dedi ki, müminlərin anası Əbu Hüreyrə xəta etmişdir. Allahın Nəbisi sallallahu aleyhi və səlləm ihtilam olmadan sabahlayardı, sonra orucunu tamamlayardı və bu da deyir Ramazanda olurdu. Qalə Əbu Hüreyrə hiyə a'ləm. Əbu Hüreyrə dedi ki, o, yəni Ayşə anamız daha yaxşı bilir. Kuntu səmi'tuhu anil Fadl ibn Muhammed. Deyir ki, mən onu Fadl ibn Muhammeddən eşitmişəm. Baxın, Əbu Hüreyrənin cərh olma səbəbi neymiş? Vəl-fadlu kənə meyyitən fəsarə mət'unə. Bax, alim fəqih, Hindavani şərh elədi ki, yəni Əbu Hüreyrə bunu deyəndə yalan deyirmiş. Çünki Fadl o gündə ölmüşdü. Gördünüz səbəbini? Əbu Hüreyrə yalancıymış. Kimin yanında? İmam-ı Azam. Ümmətin fikrini formalaşdıran. Ona görə Əbu Hüreyrə yalancıdır. Mən demirəm ki, mən müxalifəm. Hətta mən düşmənəm. Mən Yahudiyəm, mən Xristiyanəm, mən desəm yalan olacaq. Öz alimləri deyirlər, öz kitablarıdır. Zəndava rivayət eləyir. Sonra da fəqih Əbu Cəfər Hindavani də şərh eləyir. Mən yalancıyam. Mən Yahudi Xristiyanım, qardaşım. Mən hara, İslam hara. Mən hara, Əbu Hənifə hara. Əbu Hənifə İmam-ı Azamdır. İslam ümmətinin fikrini formalaşdırıb. Deyir ki, Əbu Hüreyrə yalancıdır. Ölü adam, mən hədis rivayət eləyir. Dəhşət. Yəni, ölmədən qabaq eşidə bilməzdi. Mən atamdan bir söz danışıram indi. Atam 2003'də vəfat eləyib. Mən desəm ki, atam dedi ki, filan şey filandır. Mən yalancı olub ki, atam ölüb bugün. Bugün ölüdürsə, ona hiçbir şey danışa bilməzsən. Gördünüz? Elmə baxın, fiqhə bax, dəhşət. Sonra, davam edir Hindavani. وأما أنس فإنه لم يكن فقيها حتى قال للحسن البصري ما معنى لا تنقشوا أو لا تنقشوا على خواتمكم عربيا ولا تستضيئوا بنار المجوسي. Ənəsin problemi nəymiş? Hindavani şərh eləyir. Deyir ki, Ənəs deyir, fəqih deyildi. Bildiniz fəqih kimdir? Ümmətin fikrini formalaşdıran Əbu Hənifə fəqihdir. Resulullah sallallahu aleyhi ve sellemin yanında 10 il elm alan Ənəs ibn Məlik fəqih deyil. Əlbəttə də bilmir. Gördünüz? Fiqhə bax, məzhəbə bax.
Ümmetin fikrini formalaştırıblar. Ebu Hureyre yalancıdır, Enes de fəqih değil. Fikre bak. Dəhşət, davam eləyək. Dür fəkirlərə, dür. Deyəsin ki, Enes fəqih değildi. Həsən el-Basri tabiini biz orta tabaqasından olan bir tabiindi. Ondan sonra ki, üzüklərinin üzərində ərəb olanı deyir, nəqş etməyin və Məcusinin ateşi ilə də, yəni işıqlanmayın, onun işığından istifadə etməyin. Bu anlamda, yəni işıq demək. فعلمه فقال معنى قوله عربيا اسم محمد صلى الله عليه وسلم اسم محمد صلى الله عليه وسلم فإنه كان عربيا. Həsən el-Basri Ənəsi öyrətdi ki, Ərəbiyyən sözünün mənası Muhammed sallallahu aleyhi və səlləmin ismidir. Çünki o Ərəbi idi. Oyda, Ənəs bin Məlik bunu bilmirmiş. Ənəs bilmirmiş ki, Resulullah sallallahu aleyhi və səlləm ərəbdir. Gördünüz qardaşlar, fikrə baxın. Ona görə ümmətin fikrini formulaşdırır Əbu Hanifə. Yoxsa biz məhv olardıq. Sonra يتعلم أحكام الوضوء من ابن عمر فدل على نسيانه فلم يقبل قوله. Deyir, dəstəmazın hökmlərini İbn Ömərdən öyrənirdi. Bu da deyir, dəlalət eləyir ki, nədir? Adam unudub. Rəhbət nə dedən fəqih deyildi. Unudub, ona görə də onun sözü götürülmür. Qardaşlar, bax bilin, ümmətin fikrini formalaşdıran Əbu Hanifənin fikrinə görə Ənəsdən söz götürülmür. Fələm yıqbal qavluhu. Hənəfi alimləri açıqlayıblar. Sonra görək Samura ibn Cundub'un problemi nəymiş? Və əmmə Samura ibn Cundub fə innəhu rava ənə rəculən كان يختلف إلى سمرة وإلى ابن محذورة فكان إذا جاء سمرة يقول له سمرة كيف تركت ابن أبي محذورة وإذا جاء إلى ابن محذورة قال له كيف تركت سمرة. Deyir ki, Samura'ya geldi, deyir, bir kişi Samura ile İbn Abi Mahzura'nın deyir, İbn Mahzura'nın yanına gidip gelirdi. Deyir, Samura geldi, deyirdi ki Samura'na deyirdi ki, İbn Abi Mahzura necə tərk elədin? İbn Mahzura gələndə deyirdi ki, Samura necə tərk elədin? Yəni, nə halda buraxdın da gələndə? Və talə zəlikə aləl-rəcul. Deyir, bu da uzun çəkdi bu adamın üzərində. Yəni, həmişə bunu edirdilər onlar. Və qaləli Samura. Samura'ya dedi. Əndəlik, bu baladan soruşdu, dedi. Və qaləli ənə Rasulullah sallallahu aleyhi ve sellem qalə əxilukum mevtən finnəri. Deyir, çünki Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, ən son öləniniz oddadır. وقد روي أن سمرة كان آخرهما فلذلك لم يقبل قوله فهذا ليس بطعن فيه إذ وقع الحريق في المدينة فاحترق فيه سمرة. Deyir, deməli, bir parça görə və deyir ki, rivayət olunur ki, onlardan ən son öləni, yəni İbn Mahdura ilə Samura arasında olan ikisinin ən son öləni Samura idi. Buna göre sözü qəbul olunmuyor. Və davamında bu alim deyir ki, bu deyir onun hakkında tən deyil. Çünki Mədinədə bir yangın çıxmışdı, o yangında ölmüşdü. Birini qurtarıb. Samuranı xilas elədi Hindavani. Amma ikisi qurtara bilmədi. İkisi getdi də. Yəni Əbu Hüreyra Ənəs bin Məlik mat'undur. Yəni onun sözü götürülmür. Sonra davamında danışır, izah edir və s. Yəni sahabənin bir qisminin sözünü götürmək olmaz, bir qismini götürmək olar və s. Niyə olmaz? Bunları şərh edir. Yəni bu, qardaş, bunların fikridir. Yəni bundan faydalanmaq lazımdır. Əbu Hüreyra ölüdən hədis danışdığı üçün yalancıdır, matondur. Ənəs də fəqih deyil. Ərəbcə sözləri bilmirmiş, Həsən-i Basri'dən soruşurmuş, dəstəmazın əhkamlarını İbn Əmərdən öyrənilmiş. Yəni ona görə də götürülmür, qardaş. Yəni. Nə var ki burada? Ümmətin fikrini belə formalaşdırıblar. Gələk bu kitaba. Bu da Kətayib-u A'lamil Əxyar min Fukahai Məzhəbin Nu'manil Muxtar. Bax, görürsünüz bu cəhmirxanələr buna görə yəni, canfəşanlıq edirlər. Heç sən demə, Əbu Hanifə seçilmiş kimsəymiş. Yəni bu kitabın adının mənası nədir? Seçilmiş Nu'manın məzhəbindən olan fəqihlərin haqqında olan Kətayib A'lamil Əxyar. Yəni ən xeyirli, məşhur kimsələrin topluları. Kimin məzhəbindən? Seçilmiş Nu'manın. Nu'man İbn Sabit, Əbu Hanifə
seçilmiş kimsədir. Acaba kim seçib? Nə üçün seçib? Onu onlar bilərlər. Mən bilmirəm. Yəni o seçilmiş nədir? Mən onu hələ tuta bilməmişəm. Bunu yazan da deməli Mahmud İbn Süleyman Əl-Hənəfi Əl-Rumi Əl-Kəfavi. Bu da Hicri 990-cı ildə vəfat etmişdir. Bu Hənəfi fəqihlərinin tərcüməyi halan topladığı 2 cilddən ibarət kitabdır. Bu da 1-ci cilddir. Həmin bu 1-ci cilddə həm o Hindəvaninin tərcüməyi halı var. İstəsə baxa bilərsiniz. Həm də Zəndəvaistinin. Yəni bunlar Hənəfilərin qatında, yəni böyük alimlərdirlər. İndi sadəcə Zəndəvaistiyə baxaq, görəcəksiniz ki, nə qədər böyük alim Zəndəvaisti. Yenə deməsinlər ki, kitabın üzün göstərib başqasından oxuyur, ona görə də kitabı göstərirəm, bax, açıram, qardaşlar. Səhifə 434. İndi baxın. Deməli, deyir ki, min ashabil kətibəteyni şeyxul imamu Yahya ibn Ali ibn Muhammed ibn Abdullah Əz-Zahid Əz-Zəndəvaisti. Yəni iki kətibənin topluluğun, yəni əshabından Şeyx İmam Yahya ibn Ali ibn Muhammed ibn Abdullah Əz-Zahid Əz-Zəndəvaisti. Bunun ismində ixtilaf edirlər. Burada Yahya'nın əlinin yerini səhv yazırlar. Onu da zikr ediblər. Deyir ki, kənə imamən fəqihən vari'a. Deyir, imam, fəqih, vəra sahibi kimsə idi. Əxədə ən Əbi Hafsini Səfəkurdi. Deyir, Əbu Hafs Səfəkurdidən, Muhammed ibn İbrahim Əl-Meydanidən. O da, deməli, bundan ödədiş olunan kətibənin əshabından. Bunlardan elm alıb. Və əxədə ən ricalil kətibəti səlisəti. 6-cı topluluğun ricalından da elm almışdır. Kimdən? Əş-Şeyxil İmam Abdullah ibn Fadıl Əl-Xayzəxazi. Ondan elm alıb. Əbu Bakır Muhammed ibn Fadıl Əl-Buxari, Abdullah ibn Səbzəmuni, Əbu Hafs Əs-Sağir və an əbihi Əbi Hafs Əl-Kəbir. Ondan da bunlardan hamısını elm alıb. An Muhammeddən də elm almışdır və an Əbi Hənifətə rahiməhumullah. Və həmçinin Əbu Hənifə rahiməhullahdan elm almışdır. Kitablarından deyil. Vallahu təsnifət minhə ən-nazmı və ravda. Və ravda dediyi də bayaq oxuduğum kitabdır. Adam fəqihdir, böyük alimdir, imamdır. Əbu Hənifədən elm alıb. Hənəfi alimlərdən elm alıb, o bunu deyir. Və orada zikr olunan məsələ bu kitabda da işlənib. İndi oradan da mən göstərəcəm inşallah. Deməli, qardaşlar, bu kitabda da səhifə 128-də yəni, baxa bilərsiniz. Həmin kitabdır, yəni başqa kitabdan oxumuram. Çünki mən yalancıyam axı, yəni kəsib doğruyam. Ona göstərirəm ki, dəqiq olsun. Deyir ki, qalə sadru şəhid aydan ən Əbi Hənifətə rivayətən. Sadru şəhid dedi ki, Əbu Hənifədən 2 dənə rivayət var. Əl-ulə ənəhu qal. Birinci rivayət budur ki, o demişdir. Uqallidu mən kənə minəl qudatil muftiyyinə minəs-sahabəti radiyallahu anhum. Liqavlihi sallallahu aleyhi və səlləm iqtədu billədeyni min bə'di Əbi Bəkrin və Əmərə radiyallahu anhuma. Deyir ki, mən sahabə radiyallahu anhumdan qazı və müfti olanlardan, yəni olanları təqlid edirəm. O da Nəbi sallallahu aleyhi ve sellem bu sözünə görədir ki, məndən sonra Əbu Bakr və Ömər radiyallahu anhumaya iqtida edin. Və qad iştəməə fi haqqihimel qada'u vəl fətva. Deyir, o ikisinin haqqında, o ikisində hər ikisi cəm olunmuşdur. Həm qada, yəni hökm, həm də ki fətva. Fəmən kənə fi mə'nəhumə fəuqalliduhum və lə əstəcizu xilafəhum bi rəyin. Deyir, kim ki o ikisinin mənası, yəni kim ki o ikisi kimidir, həm qazıdır, həm də müftidir, onları deyir, təqlid edirəm və rəy ilə onlara müxalifət etməyi caiz görmürəm. Və xaracə ən həzə cəmaətun. Deyir, bununla da sahabadan bir topluluq çıxdı, yəni təqlid olunmaqdan çıxdı. Əbu Umamə və Səhl ibn Sə'd Əs-Sə'idi, Əbu Hümeydin Əs-Sə'idi, Əl-Valbara ibn Azib və qeyruhum. Yəni bunlar nə qazı deyirlər, nə fəqih deyirlər. Onlara qarşı çıxmaq olar, təqlid edilmək olmaz. Əth-Thaniyə, ikinci rivayət. Qalə uqallidu cəmi'əs sahabə. Dedi ki, bütün sahabələri təqlid edirəm. Və lə əstəcizu xilafəhum bi rəyin. Bütün sahabələri təqlid edirəm və rəy ilə onlara müxalifət etməyi caiz görmürəm. İllə tələtətə nəfər. 3 nəfərdən başqa. Kimmiş onlar? Ənəs ibn Məlik və Əbu Hureyra və Samura ibn Cundub. Anladınız? Yəni bu 3 nəfər sahabəni yadda saxlayın. Bunlardan əsla bir şey almayın. Çünki ümmətin fikrini formalaşdıran İmam-ı Azam Əbu Hənifə deyib ki, bunları mən təqlid eləmirəm, bunlardan söz almıram. Fəqilə ləhu fi zəlik. Onlar bu haqda deyildi, yəni nəyə görədir? Fəqalə əmmə Ənəs fəqat bələğən li ənəhu ixtarətə aqluhu fi axiri ömrih.
Deyir ki, Ənəs niyə görə? Ənəs haqqında mənə xəbər çatdı ki, ömrünün axırında nə eləyib? İxtalafa aqluhu, ağlı qarışıb. Və kənə yestəfti min Alqama və Ənəs Alqamadan fətva alırdı. Və ənə lə uqallidu Alqama və keyfə uqallidu mən yestəfti min Alqama. Əbu Hanifə deyir ki, mən Alqamanı özünə təqlid eləmirəm. Alqamadan fətva istəyən necə təqlid eləyə bilərəm? Nə danışırsınız siz? Mən ümmətin fikrini formalaşdırırım. Belə şey olar. Və əmmə Əbu Hüreyrə kənə yərvi kulləmə bələğəxu və səmiyə min qayri təəmmülin fil mə'na. Əbu Hüreyrəyə gəldikdə isə ona çatan hər şeyi rivayət edirdi və eşitdiyi hər bir şeydə təəmmül, yəni tədəbbür etmədən, düşünmədən, safçılıq etmədən, araşdırmadan, öyrənmədən, təhqiq etmədən min qayri təəmmül. Danışırdı deyir hamısı. Yəni Əbu Hüreyrənin ağlı işləmirdi ki, yəni hər eşitdir danışırdı. Təəmmül eləmək yox idi onda. Ənəs qocalmışdı, ağlı qarışmışdı. Əbu Hüreyrə ki, hər eşitdiyini danışırdı. Nə var ki burada? Oradan heç də götürülməz. Səmərə ibn Cündub da həmin şeydir və bu da görürsən, və əmmə səmərətə fəmə vəcəddə fi nüsxəti thumma zafartu fi ravzati zəndəvəysti iləyhi fil bəbi səbi və tis'in. Bax gördün? Mən sizə oxuduğum yerdən nəql edir. Çünki Zəndəvəysti qədimdir. Bu ondan sonra da təxminən 600 il sonra yaşayıb. Məsələn 97-ci babda tapdım. Fi fadl sahabə, sahabənin fəziləti babında. Və nəql edir həmin şeyi. Gördünüz? Səbəb nə imiş? Əbu Hanifə sahabədən belə elm almır. Sahabədən daha elmlidir. Yəni Ənəsin ağlı qarışıb, Əbu Hanifənin ağlı qarışmayıb. Əbu Hüreyrə hər eşitdiyini danışır, Əbu Hanifə danışmır. Nə danışırsınız? Ona görə ümmətin fikrini formalaşdırır. Təbbən ləkum və lidinikum. Budur. Kəsim doğradım, eləmi? Nətər kəsib doğrayam mən? Mən necə islah oladım görəsən? Bunlar kəsib doğramırlar ki, bunlar. Yəni, bilmirsən, yəni bunların fikri, elmi, usul fiqh o qədər dərindir ki, bilmirsən ki, yəni necə eləyəsən ki, öyrənəsən, hansı günlər münasibdir gedək qapılarında boynumuzu bükək, bunların usul fiqh elmindən, bələğətindən nəsibimizi alaqdır. Bunlar nə qədər fərqlidirlər ki, İmam-ı Azam Əbu Hanifəni başa düşürlər, biz başa düşmürük. Gəlin görək, İmam-ı Azam haqqında nələr deyiblər? Az bir qism oxuyacağım inşallah, daha çox uzatmaq istəmirəm. Bakın, Kitab-ül İlal və Ma'rifətir Rical lil-İmam Əhməd ibn Muhammed ibn Hanbel rahiməhullah. Bu kitabdır, Əl-İlal və Ma'rifətir Rical kitabı İmam Əhmədin qovulləridir, təhqiqi filan 3-cü cilt. Gəlirik burada, 3-cü cilddən. Deməli, 5052 nömrəli rivayətdir. Deyir ki, Kətəbə iləyyə İbn Xalladin qalə səmi'tu Yahya qal həddətənə Sufyan qalə istətəbə əshabu Əbi Hanifətə mərrateyni əv thələtən. Deyir ki, mənə İbn Xallad yazdı. Dedi ki, Yahyanı eşitdim. Dedi ki, bizə Sufyan danışdı. Dedi ki, Əbu Hanifənin əshabı Əbu Hanifəni 2 və ya 3 dəfə istitabə ediblər. İstitabə də küfürdən tövbəyə çağırılmaqdır. Və kənə Sufyanu şədidəl qavli fil ircai və raddi aleyhim. Deyir, Sufyan rəhmətullahi aleyh irca və onlara rəddiyə məsələsində çox şiddətli idi. Allah rəhmət etsin. Və bu nəqlin də bax, təhqiq edən nə deyir? Baxın, bu üstünə 2 qoyulub burada. Baxın. Nə deyir? İsnaduhu sahih. İsnadı sahihdir. Gəlirik görək, İmam Müslim nə deyir? Bu ümmətin fikrini formalaşdıran alimlər haqqında bu İmam Müslim fəxrlıq edib də Əbu Hanifə. Ona görə fəxrlıqlarından deyiblər. Kitab-ı Təmyiz İmam Müslimin kitabıdır. Gəlirik burada. Baxın İmam Müslim nə deyir? Baxın. Həmin kitabda səhifə 199-dadır. Deyir ki, فأما رواية أبي سنان عن علقمة في متن هذا الحديث إذ قال فيه إن جبريل عليه السلام حيث قال جئت أسألك عن شرائع الإسلام. İmam Müslim deyir ki, o ki qaldı Əbu Sinanın Alqamadan rivayətinə, deyir, o hədisin mətnində deyir, belə demişdir. Həqiqətən də Cibril aleyhissalam deyir, nə etdi? Dedi ki, sənin yanına gəlmişəm ki, İslamın şərai, yəni qaydaları, qanunları haqqında soruşam.
Şərait kəlməsi var burada. Fəhədihi ziyadətun muxtələqah. İmam Müslim deyir. İmam Müslim paxılığını təşkil edir Əbu Hanifənin. Ona görə deyir ki, bu uydurulma, yəni böhtan bir əlavədir hədisin mətninə. Leysət minəl hurufi bis-sabir. Oradakı heç bir hərfdən bir yol yoxdur. Yəni qəti şəkildə bu kəlmə yoxdur orada. Və innəmə ədxələ hədəl hərfə fi rivayətə hədəl hədis. Deyir, bu hədisin rivayətinə bu hərfi, yəni bu kəlməni daxil edən kimdir? Şirzimətun. Az bir topluluqdur. Ziyadətən fil hərfi mislə darbin Nu'man ibn Thabit. Deyir ki, bunlar deməli, ziyadətən fil hərfi, yəni belə bir məna, bir kəlmə deyir, artırıblar. Az bir topluluqdur. Kimdir? Deyir, Nu'man ibn Thabit, Əbu Hanifə, Said ibn Sinan və mən yücazil ircəə nəhvəhumə. Əbu Hanifə, yəni Nu'man ibn Thabit, Əbu Hanifə, Said ibn Sinan və ircanı caiz görənlər, bu kimsələr orada daxil edir. Hədisin mətninə məzhəbin dəstəkləyən şey daxil edir Əbu Hanifə. İrcanı dəstəkləyən. Və innəmə əradu bidəlikə tasvibən fi qavlihi fil iman. Deyir, bununla ancaq nə istəmişdi? İman haqqında sözü, yəni etiqadını doğrulamaq istəmişdi. Və təqidəl ircə. Və ircanı da oturtmaq istəmişdi. Zəlikə mə ləm yəcid fi qavlihim illə vəhnə və anil haqqı illə bu'də. Və onların bu etdiyi əməldə, onların sözlərində çürüklükdən başqa bir şey artırmamışdır. Haqdan uzaq düşməkdən başqa bir şey artırmamışdır. İz zədu fi rivayətil əxbəri mə kəfə bi əhlil ilmi. Ki onlar xəbərlərdə, yəni hədislərdə elm əhlinə kifayət edəcək qədər şeylər artırmışlar, əlavə etmişlər. Müslim Əbu Hanifəyə paxıllıq eləyirdi deyə belə deyir. Başa düşüləndir yəni. Bütün hamı Əbu Hanifəyə paxıllıq eləyirdi. Hər kəs. Yenə İmam Müslim Əl-Kunə vəl-Əsmə kitabında 963 nömrəli rivayətdə nəqildə deyir ki, Əbu Hanifə Nu'man ibn Thabit sahibur rəy. Əbu Hanifə Nu'man ibn Thabit rəy sahibidir. Muttarabul hədis. Hədisi muttarabdır. Leysə ləhu kəbiru hədisin sahih. Onun deyir, çox da sahih hədisi yoxdur. Dəhşətli, hamısı paxıllıq edir Əbu Hanifəyə. Nə olacaq bunun axırı? İndi gördünüz, Əbu Hanifə kimdir? Hənəfi məzhəbi nədir? Gördünüz, anladınız? Sahabəni cərh eləmək, hədislərə qəsdən ləfz əlavə eləmək, məzhəbini dəstəkləmək üçün məsailə. Ona görə də Əbu Hanifə ümmətin fikrini formalaşdırır. Yəni, İmam-ı Azamdır. Mən də onun paxıllığını eləyirəm, Buxari də ona paxıllıq eləyib, Müslim də, Süfyan Əs-Səvri də, Süfyan ibn Uyeynə də, Məlik ibn Ənəs də, Şafii də, bütün ümmət Əbu Hanifə paxıllıq eləyir. Nə danışırsan sən? Hamı ona böhtən atır. Elhamdülillahi Rabbil aləmin.